Ayağınız bu cürünə qatlanıbsa, sizin oradan çıxışınız demək olar ki, yoxdur. Çünki yəni çox ağır verəcəkdir o ayaq qatlanıbsa. Sizin birinci vəzifəniz rəqib sizin ayağınızdan gördünüz ki, götürür. Həmən vaxtı ayağınızı polunu açın. Bax, Mayaqeri formasında. Aydın oldu mu? Polunu, Mayaqeri formasında və ayağımızı bacağımızı qabağa edirik. Çünki bunun əsas ağrıyan yeri haradır? Divdir, düzdürmü? Mən o ayağını sürtütməliyəm ki, onu oradan. Və gec ağrısında, düzdürmü? Yəni mən vaxt tuta bilim ən azından. Və burada mən nə edirəm? Əgər ayağımı belə üstünə bir başa qalsam, çətin olacaq. Hər gün qalxmaq olmur. Mən ayağımı çəkirəm böyrü üstə, bax bu vəziyyətdə. Və buradakı ələməyi və buradakı ələmə aparıram boyun arxasına. Və o məni çəkən kimi mən də onun üstə gedirəm. Və diqqət edirsin, bu vəziyyət yaranır. Əgər bu mənim ayağımın altı yerdədir və mənim dizim qabaqdadırsa, bu nə qədər eləsə də həmən baleboyu eləyə bilməz. Və mən buradan nə cürünə çıxıram? Diqqət edirsən, çox vaxt uşaqlar, bunu işləyən vaxtlarda üstünə çıxan vaxtı. Rəqib ayağını triqonik eləyir. Diqqət edin uşaqlar, bax triqonik eləyir. Ayaq triqonik. Mən də buradayam, ya zərbəm endirəm və yaxud məsələn alınmırsa, bax diqqət edirsin uşaqlar. Əlimi sarıdan düz buradan, düz həmən yerdə. Gördünüzmü? Həmən yerdə mən ona baleboyu elədim. Aydın oldu mu?